Cəlilabadda heyvanlar arasında kütləvi halda dabaq xəstəliyi yayılıb. Artıq bəzi təsərrüfatlarda ölüm faktları da qeydə alınıb. Təsərrüfat sahibləri deyirlər ki, aparılan qabaqlayıcı tədbirlər artıq effekt vermir. Xəstəlik əsasən rayonun Sərhədabad, Adınalı və Uzuntəpə kəndlərində yayılıb. Həm xırdabuynuzlu, həm də iribuynuzlu heyvanlarla müşahidə olunan xəstəlik yüksək hərarət, qidadan kəsilmə, ağız və dırnaq nahiyələrində yaraların əmələ gəlməsi ilə özünü göstərir. Mallar 3-ü, 4-ü belə dabaq tutur, ağzından su tökülür, ayaqları da yeriyə bilmir. Getmişəm, axşam dərman almışam, gətirmişəm. İndi müalicə gedir, nə bilim, indi görək, təvəkkül Allaha. Vaksin vurdurmuşsunuz dayı? Bəli, vurdurmuşuq. Dabağa qarşı vurdurmuşuq. Amma təsiri yoxdur. Heç də. İndi kütləvi halda o tərəfdən gəlib, ha tərəfdən gəlib bilmir. Hansı heyvanlar daha çox ölür? Balacaları yoxsa böyükləri? Elə böyüklər. İndi o qonşuda qoyunlar da var, qoyunlar da tutub. Qoyunlar, Muxtargilin qoyunları hamısı elə ki, aksiyirlər, ondan sonra ağzından belə. Təsərrüfat sahibləri bildirirlər ki, əksər hallarda xəstəlik müalicəyə tabe olmur. Nəticədə heyvanlar zəifləyərək tələf olur. 20 günə yaxın olaraq ki, dabaq xəstəliyi ilə mübarizə aparırıq. Dərmanları öz vəsaitimizdə hesabına alırıq. Dərmanlar çox bahadır. Bir malın, balaca bir buzovun hardasa orta hesabla 30 manat dərmanı başa gəlir, 30-35 manat başa gəlir. 20 gündür ki, hal-hazırda vəziyyətimiz budur. Heyvanları özə çəkiş edib görəcəksiniz. Heyvanlar qəti yemir. Dünənləri böyük bir dənə söngü öldürmüşük. Dəyəri 1500-1600 manatıdır. Hal-hazırda çəkiliş eləyəcəksiniz, görəcəksiniz. Heyvanlar ölmək üzrədir. Vaksinasiya olmayıb. Keçən il vaksinasiya dava zillətlə elətdirdim, onda xeyri olmadı. Vəziyyət budur. Vəziyyət mallarımız bu görsənir, göz qabağındadır. Dabaqdan çox əziyyət çəkirlər, ayılmır. Tutur, təkrarən bir də tutur. Heç kim gəlib maraqlanmır. Xahiş edirik, bizə diqqət yetirəsiniz. Bizim bu heyvanlarda dabaq yayılıb, kütləvi şəkildə iri boynuzlu, xırda boynuzlu, yəni inəklərdə, danalarda, qoyunlarda, hər qapıda demək olar ki, tələf olunub. Biraz təsərrüfatı çox olanda hardasa 4 dənə, 5 dənə sujet ölüb. Nə vaksinasiya olunub, nə bir şey. Zəng eləyirik, deyir, bilmirik. Əgər elədirsə, biz bu baytarlığı neyinirik? Bir işçi yoxdur, yalandan qurublar orada, oturublar orada. Gəl inəyə bax, deyir, bilmirəm. Vaksin eləyə bilmirəm. Elədirsə, biz nə qayırıq? Hara müraciət eləyək, kimə müraciət eləyək? Artıq dərəcədə, bəli, kütləvi halda. Azərbaycanın hər bir yerində var. Bizdə vəbşə kütləvi çox çətindir. Heyvan var, bura 7 aydır bağlanıb, kökəlmək üçün də. 10 gündə yemir, çöpə dönüb hamısı. Adiyyəti qurumlardan xahiş eləyirik, buna bir tədbir görsünlər, bir baxsınlar. Hər bir təsərrüfata təxminən nə qədər ziyan dəymək ehtimalı? Vallahi indi belə deyək də, dəyməsə bizim dolanışığım yerimiz bu heyvandarlıqda 3 dənə dana ölübsə, deməli 2 ilin qazancı getdi də. Ot bahadır, dən bahadır, bunu bilirik. Biz zülm, zillət, əziyyətlə böyük gedirik. Axırda da bu vəziyyət var, gördüyünüz kimi yıxılıb qalıblar o da orada. Kimə müraciət eləyək, onu da bilmirik, valla. Yenə deyirəm, adiyyəti qurumlardan xahiş eləyirik, buna bir tədbir görsünlər. Kənd sakinlərinin sözlərinə görə ötən illə müqayisədə bu il xəstəlik daha kütləvi hal alıb. İri buynuzlu heyvanlarla yanaşı qoyunlar da bu xəstəliyə kütləvi şəkildə yoluxmağa başlayıb. Nəticədə onlarla təsərrüfata ciddi ziyan dəyib. Mütəxəssislərin bildirdiyinə görə virusun yayılmasında xəstə heyvanla birbaşa təmas, törədicinin sirayət etdiyi yem və su, təsərrüfatlarda çalışan şəxslərin geyimi, heyvanların daşınması, quşların miqrasiyası və külək mühüm rol oynayır. Yoluxma əsasən həzm və tənəffüs yollarının selikli qışası, həmçinin dəri zədələnmələri vasitəsilə baş verir. İnsanların xəstə heyvanlarla təmas, heyvan mənşəli çiğ qida məhsullarının istehlakı və başqa yollarla bu xəstəliyə yoluxması mümkündür. Virusun insandan insana yoluxma halı isə qeydə alınmayıb.